Deməli, artikellar deyə bir mövzu var. Artikelları adətən insanlar, adətən yox elə bizim tələbələr demək olar ki, həmişə avtomatik şəkildə öyrənirlər və bunu mən də öyrənmişəm, mənim tanıdığım bütün tanışlarım da öyrənib, gördüyüm mənim öz tələbələrim də heç vaxt artikel dərsini keçib, heç vaxt üzərində çox qalmamışam. Bu necə bir şeydir? Deməli, var, var, bir də the artikeli var. Eynən əni sizə izah edəcəm. Sayıla bilən isimlərdə, bunlar haqqında növbəti dərsimizdə danışacağıq sayıla bilən isimlər nədir. Amma əvvəldən xatırlayırsınızsa, A0 ya da A1 səviyyəsində biz sayıla bilən, sayıla bilməyən deyə onları ayırmışdıq iki yerə. Əgər öyrənməmişsə, lütfən qayıdın, daha diqqətli şəkildə baxın. Sayıla bilən isimlərin qabağında biz Azərbaycanda istifadə eləmirik. Amma məsələn, türklər daha çox istifadə edirlər. Deyirlər ki, bana bir elma verir misin? Məsələn, bir elma. Orada can you give me an apple deyirlər. Bax, o bir mənasını ifadə edir, də bir mənasını ifadə edir. Nə vaxt nə vaxt istifadə edəcəyik, çox rahatdır. Əgər saitlə başlayırsa samitlə başlayırsa istifadə edəcəyik. Zaten ağza da o şəkildə uyğundur. Məsələn, a car, məsələn buna an car demək olmaz. Çünki n ilə k hərfi birləşir, belə an car, adamın belə boğazını sıxır. Bir də var ki, a car. Bir də var ki, an apple. Bax, apple da deyə bilməzsiniz, elə adam qalır. An apple, n qoyublar ki, rahat şəkildə axıb getsin. Bunlar budur. Bəs the ilə ənin nə fərqi var?Əni zaten bildik ki, sait olsa belə, samit olsa belə. The müəyyənlik artikılıdır. Ən qeyri-müəyyənlik artikılıdır. Biz deyir ki, bana bir kitab verir misin? Türklər belə deyirlər. Yəni, hər hansı bir dənə kitab, fərqi yoxdur. Mənə bir dənə kitab ver. İstəyirsən, o kitabı verirsən, bu kitabı verirsən, bu bir kitabı ver. Amma mən desəm ki, give me the book, mənə o kitabı hansısa bizim bildiyimiz kitabı ver demiş oluram. Yəni, the müəyyənlik artikeldir. Mən bilirəm artıq söhbət nədən gedir. Məsələn, siz mənə desəz ki, dünən getdim bir maşın aldım, biləcəm ki, bu əndir. Yəni, siz hansısa bir dənə maşın almışsınız. Bir də var, gəlib mənə deyirsiniz ki, getdim maşını aldım. Burada mənə aydın olur ki, maşını aldım. Deməli, biz bu haqda söhbət eləmişik hansısa maşından. Məsələn, demişik ki, bəs Porsche-dir, belədir, güzgüləri belə, motoru elə, nə bilim, görünüş elə, rəngi elə. Və gəl bilirsiniz ki, maşını aldım. Bilirəm ki, Porsche-dən söhbət gedir. Və siz maşını aldım deyəndə I bought the car deyəcəksiniz. Çünki bilirik söhbət nədən gedir. Amma bilmiriksə, hər hansı bir maşından söhbət gedirsə, a car deyəcəksiniz. Yəni, sadə formada hər hansı bir maşını almış olacaqsınız. Məsələn, bir dənə də qısa misal verirəm, bitiririk. Deməli, məsələn, stolun üstündə 3-4 dənə telefon var. Mən telefon birini götürürəm və o haqda sizə danışıram ki, bu telefon yaxşıdır, bu telefon qəşəngdir, gözəldir. Sonra sizə deyirəm ki, mənə telefon ver. Yəni, hər hansı bir dənə telefon ver. Siz mənim o bayaq danışdığım telefonu yox, hər hansı bir dənə telefon verə bilərsiniz. Give me a phone deyirəm, yəni hər hansı bir dənə telefon ver. Amma desəm ki, give me the phone, the o deməkdir ki, o bizim bayaq danışdığımız, bizə bəlli olan söhbətin keçən telefonu mənə ver. Bax, the orada işə yarayır. Bunu deyim kimi, özünüz avtomatik şəkildə kəşf edəcəksiniz ki, necə öyrənmək lazımdır. Belə, xahiş edirəm, diqqətli şəkildə tapşırıqlarını, sözlərini, cümlələrini hamısını eləyin. Növbəti dərs görüşərik. Özünüzə yaxşı baxın.